Dostlar salam, hər birinizi xoş gördük. Bugün 3-cü sınaqla qarşınızdayam. İlk olaraq yenə dinləmə suallarından başlayaq. Bu dəfəki dinləməmiz pişiklər haqqındaydı və ilk sualda what is the passage mainly about mətn nə haqqındadır? Bu sualın doğru cavabı birinci sualda məhz C variantıdır ki, cats treatment and communication, yəni pişiklərin davranışları və əlaqələri. A variantında pişiklərin tibbi problemləri, B variantında niyə pişiklər insanları sevmir, D variantında how cats are trained for shows, pişiklər çıxışlar üçün, yəni yayımlar üçün necə hazırlaşdırılır və E variantı differences between wild and domestic cats, yəni evcil və vəhşi pişiklər arasındakı fərqlər. Tamamilə fərqli cavablar çıxır burada qarşımıza və doğru cavab məhz C variantı olur. Çünki mətn ümumilikdə pişiklər və onların davranışları haqqındaydı. İkinci sualda which statement is true, düzgün variantı axtarırıq. A variantında cats depend on humans more than dogs. Pişiklər itlərdən daha çox insanlardan asılıdırlar. Amma mətndə bunun tam tərsi qeyd olunurdu. Ona görə bu variant yanlışdır. B variantında cats always avoid relationship. Pişiklər həmişə əlaqədən qaçırlar, yəni yayınırlar. Bu da yanlış cavabdır. C variantı doğru cavabımızdır. Cats express affection in different ways. Yəni onlar öz belə deyək, hərəkətlərini müxtəlif yollarla ifadə edirlər. D variantı, C variantı düzgün cavabımız oldu. D variantında cats cannot communicate with people. Pişiklər insanlarla əlaqə qura bilmir. Bu da yanlış cavabdır. Və Y variantı cats sleep because they are weak. Pişiklər yatır çünki onlar zəifdirlər. Bu da yanlış cavabdır. Halbuki mətndə onların sadəcə növbəti hərəkətləri, addımları üçün istirahət etdiyi üçün yatdıqlarını qeyd edir mətndə. Və doğru cavabımız C variantı olur. Üçüncü suala baxırıq. Burada complete the sentence according to the passage. Mətnə görə fikri tamamla. Cats sleep for long hours because. Pişiklər uzun saatlar yatırlar və səbəb nədir? Çünki burada doğru cavabımızın biri 2-dir. They want to save energy. Yəni enerji yığmaq istəyirlər. Və bir doğru cavabımız da burada 4-dür ki, they prepare for active moments. Öz aktiv vaxtları üçün hazırlaşırlar. 2-4 məhz B variantı bizim düzgün cavabımızdır. Bir də they are naturally inactive. Onlar təbiətən passivdirlər, yəni aktiv deyirlər. Bu yanlış cavabdır. Və 3-də də they are bored at home. Onlar evdə sıxılırlar. Bu da yanlış cavabdır. Və doğru cavab burada 2 və 4 oldu. Keçirik 4-cü suala. Choose the correct answer according to the passage. How are the cats when they are active? Pişiklər aktiv olarkən necə olurlar? Burada mətndə sırf buna aid bir cümlə var idi. Həmin cümləni biz qeyd etməmiz lazım idi burada. Və 4-cü sualın cavabında biz məhz pişiklərin necə olduğu sualına playful, fast və surprisingly intelligent tipli 3 hissədən ibarət bir cavab yazmalıyıq və bu hissələri tam yazmaq məhz sizə tam cavab verəcək. Qismən yazdıqda isə cümlənin mənası əgər tam şəkildə tamamlanırsa, daha hissəli ballarda, yəni 3-də 1, 3-də 2 formasında da ballar ala bilərsiniz. Amma düşünürəm ki, buradakı sözləri rahat şəkildə yazmaq olardı. Playful, fast and surprisingly intelligent şəklində bir cavab olmalıydı. Və dostlar, 5-ci suala baxırıq. Burada complete the sentence, cümləni tamamlamaq tələb olunur bizdən. Notice even small sounds şəklində cümlə tamamlanmalıdır ki, yuxarıda verilən cümlədə cats strong hearing was important. Pişiklərin güclü eşitməsi çox vacibdir because it helped them. Bu onlara kömək edir. Nəyə? Notice even small sounds. Yəni hətta kiçik səsləri belə duymağa, hiss etməyə kömək edir. Cümlə bu şəkildə tamamlanmalıydı. Və sonuncu 6-cı sual. Write one adjective from the passage that describes nature. Nature sözünü təsvir edən bir sifət yazmalıydıq mətndən və bu sözümüz də məhz
independent sözüdür. Yəni burada independent nature, müstəqil təbiət pişikləri ifadə edən bir ifadə idi. Doğru cavabımız məhz 6-cı sualda independent sözü olur. Keçirik 7-ci suala və qrammatik suallarımız başlayır. İlk sualımız tense forms, yəni zaman sualıdır və diqqət edirsinizsə yuxarıda bir when bağlayıcısı var. Bu bir uzlaşma testidir. Uzlaşma testində biz bağlayıcının sağında will, yəni gələcək zaman və would, gələcək zamandan istifadə etmirik. Amma burada belə bir cavab yoxdur. Sadəcə ipucu olaraq yadınızda saxlayın. Və have, has ilə olan perfect zamanlar, yəni bitmiş zamanlar isə ümumiyyətlə istifadə edilmir. Ona görə biz məhz 4-cü cavabla 5-ci cavabda have reached və have left variantları var deyə bu variantları ixtisar edirik. Digər 3 cavabımız qalır. Bu digər 3 cavabın içərisində isə bizim doğru cavabımız dostlar 1 və 3-cü variantlardır. Birdə reached past simple'dır, had left past perfectdir, uzlaşırlar. 3-də də reached past simple'dır, left də past simple'dır və bunlar da uzlaşırlar. İkinci nümunədəki had reached və left nümunələri əslində bir-biri ilə uzlaşır. Sadəcə yerləri yanlış şəkildə verildiyi üçün bu variantı səhv götürürük. Bağlayıcının sağı past simple, digər tərəf past perfect olmalıydı. Doğru cavab 1-3 məhz C variantı olur. 8-ci sual. He bought umbrella və ikinci tərəfdə də weather sözü var. Birincisi umbrella sözündən başlasaq. Umbrella sözü isimdir və site səslə başlayır. Ona görə onun qarşısında biz umbrella nümunəsini istifadə edə bilmərik. A və Y variantlarını silirik. B, C və D variantları qalır. İkinci tərəfdə weather sözü hər zaman Z artiklı ilə işlənən nümunələrimizdən biridir və məhz bu səbəbdən də cavab B variantı olur. Sual 9. Preposition mövzusu çıxır burada qarşımıza və apologize sözü ilə bağlı bizim 2 qaydamız mövcuddur. Əgər canlı nümunə gələrsə apologize to somebody şəklində olur, amma apologize for something şəklində olur. Yəni nəyəsə görə üzr istəmək for something, kiməsə üzr istəmək to somebody şəklində. Və birinci tərəfdə diqqət edirsə me var, bu canlıdır, to olacaq. İkinci tərəfdə də being late, yəni gecikdiyinə görə. Birinci tərəf to olacaq, ikinci tərəf for olacaq və cavab A variantı olur. Sual 10. Complete the sentence, cümlə tamamlamaq. Əvvəlki testlərimizdən də xatırladığınız qədər burada bizim quruluşumuz variantdakı, yəni budaq cümlənin quruluşu nəqli cümlə quruluşunda olmalıdır. Köməkçi fe'l qarşıya keçə bilməz. Ona görə biz elə ilk olaraq C variantındakı bu had I quruluşunu ixtisar edirik. Bu səhv cavabdır. Daha sonra dostlar A variantını siləcəyik. Çünki A variantında həm why var, həm for var. Why və for bir yerdə işlənə bilmir. Daha sonra növbəti bir qeydimiz olacaq burada. Bizim keçən sınaqda da bunu qeyd eləmişdim. 3 fe'limiz mövcuddur ki, ask, want to know və wonder fe'lləridir ki, bu 3 fe'ldən sonra zət bağlayıcısı işlənmir. Ona görə Y variantında zət bağlayıcısına görə silirik. Və sonuncu qeydimiz yenə zaman məsələsidir. Şərtdə verilən cümlə əgər keçmiş zamandadırsa, variantda, yəni budaq cümlədə verilən nümunə də mütləq şəkildə keçmiş zaman olmalıdır. Yuxarıda diqqət edirsinizsə wanted verilib keçmiş zaman, amma D variantında where I park yazılıb. Park burada indiki zamandadır və yanlış cavabdır. Doğru cavab B variantı olur. Where I had parked. Gördüyünüz kimi burada keçmiş, bitmiş zamanda istifadə olunubdur. Sual 11. Complex object testidir. Öncəki videoların birində şagirdlərdən biri soruşmuşdu ki, mən şərtdən bu mövzunun kompleks object olduğunu anlamıram. Bunu necə çözmək olar? Dostlar, orada videoda da izah eləmişdim. Kompleks objectin ən rahat düsturu budur ki, fe'l üstəgəl, tamamlıq üstəgəl fe'l quruluşundan istifadə edilir. Yəni testin içərisində əgər fe'l, ardıca tamamlıq, ardıca da fe'l gəlibsə, deməli bu kompleks obyektdir. Və testin də şərtində diqqət edirsinizsə, baxın, wanted var, bir fe'l gəlib, ardıca them var, tamamlıq da var. Və biz növbəti fe'li yazmalıyıq. Üçüncü fe'li də yazsaq, artıq kompleks obyekt tamamlanacaq. Və want bizim üçüncü qrup fe'llərimizdən biri idi. Bildiyiniz kimi let və make fe'lləri birinci qrupdur. Onlar özlərindən sonra to və ing olmayan bir fe'l tələb edirlər. İkinci qrup fe'llərimiz see, watch, notice, observe, hear və feel fe'lləridir ki, bunlar özlərindən sonra ya ing sonluqlu, ya da to-suz məsdər forması tələb edirlər. Yerdə qalan üçüncü qrup fe'llərimiz isə özündən sonra to tələb edirlər və want da bizim məhz üçüncü qrup fe'llərimizə aid olduğu üçün
özündən sonra to hissəcikli feil tələb eləyir və cavab A variantı olur. Sual 12. Bu sifət zərf mövzusuna aid bir sualdır variantlardan da gördüyümüz kimi və burada bir among sifətin üstünlük dərəcəsinin bir əlaməti var və variantda da üstünlük dərəcəsi məhz C variantındadır. D variantı sizi çaşdırmasın, həm clear azyacalı olduğu üçün EST ilə işlənir, həm də mostun heç Z-si də yoxdur ki, üstünlük dərəcəsində biz qeyd eləmişik ki, Z artiklından mütləq istifadə edilir və məhz bu səbəbdən doğru cavab 12-ci sualda C variantı olur. Davam edirik 13-cü sualla. Burada bizim qabağımıza mübtəda xəbər uzlaşması testi çıxır və correct variant, yəni düzgün variantları axtarırıq. Birinci nümunədə dostlar off var. Biz bilirik ki, off və ümumiyyətlə sözünlü nümunələrdə sözündən əvvələ baxırıq, yəni içə baxırıq və içdə tək xəbər tələb edən əvəzliklərimizdən biridir. Birdə də diqqət edirsə xəbər məhz izdir. Elə bir doğru cavabdır. İkinci nümunədə progress sayılmayan isimdir. Sondakı S-lər sizi çaşdırmasın. Hətta ipucu olaraq sizə deyim ki, bir isim əgər 2S-lə bitirsə, o cəmdə olmur. Nəzərinizdə qalsın bu. Və progress sözü sayılmayan isimdir. Təkdədir, xəbər isə A cəmdədir və 2 səhvdir. Üçüncü nümunədə a number of nümunəsi var. A number of həmişə cəm xəbər tələb edən nümunələrdən biridir və xəbərimiz də burada have cəmdədir. A number of və cəm xəbər 3 də düzgün cavabdır. D variantı 1-3 düzgün cavabımız oldu. Və dördüncü nümunəyə baxırıq. Burada neither nor nümunəsini bağlayıcı olaraq görürük. Either or, neither nor və not only but also bağlayıcılarında xəbər sonuncu mübtəda ilə uzlaşır. Yəni burada student sözü təkdədir, xəbər v cəmdədir və yanlış cavabdır. Sual 14. Bu conjunction testidir, bağlayıcı testidir və variantlar bizi belə deyək, sadəcə tərcümə ilə cavabı tapmağa məcbur edir və tərcümə ilə də bu testin cavabı doğru cavabı B variantıdır ki, gəlin tərcümə eləyək bir yerdə. He explained, o izah etdi ki, what he refused at yesterday's meeting. Yəni o dünənki iclasda nəyi qəbul etmədi, nəyi rədd etdi anlamındadır. Digər variantların heç biri uyğun gəlmir, tərcümə olaraq da uyğun gəlmir və doğru cavab B variantı olur. Daha sonra 15-ci suala baxırıq. Bu bir modal feil testidir. İlk olaraq yanlış modal feilləri silsək dostlar. Diqqət edirsinizsə B variantında aren't able verilib, amma to hissəciyi yoxdur. Able to ilə işlənir bildiyiniz kimi. Modal feilin adı to be able to-dur. Daha sonra ikinci məsələyə diqqət eləsəz, yuxarıda bizim ikinci tərəfdə mübtədamız you-dur. Amma A variantında doesn't have to verilib ki, you-la does işlənmir, you-la do işlənir və bu variantı da ixtisar edirik. Və üçüncü ipucumuz, birinci cümlədə now var, now indidir, yəni indiki zamana aid bir nümunə işlətməliyik, amma Y variantında might verilib, hansı ki bu may modal feilinin keçmiş zamanıdır, bu da ola bilməz. Əlimizdə C və D variantları qalır və buradan sonrası artıq tərcümədir. Və tərcümədə də qeyd olunur ki, you should start the project now. Sən indi proyektə başlasan, yaxşı olar, indi başlamalısan. Because, çünki you must finish it completely today. Çünki sən bugün onu tamamilə bitirməlisən. İndi başlasan, yaxşı olar, bugün tamamilə bitirməlisən. Və tərcümə ilə məhz doğru cavab D variantı olur. Çünki C variantında indi başlamalısan deyir, amma davamında bugün bitirməməlisən deyir. Bu məntiq tərcümə olaraq uyğun gəlmir. Sual 16. Possessive case of noun. Yəni ismin yəlik halına aid bir sual görürük. Burada ikinci variantımız səhvdir, çünki what apostrofesi heç vaxt yəlik hal olmur. Və dördüncü variantımız da səhvdir, çünki completed gəlib apostrofesdən sonra, yəni feil gəlib. Bizə isə apostrofesdən sonra isim lazımdır. Sadəcə burada birinci və üçüncü testlərdəki nümunələr apostrofesdən sonra isim gəlməsə də yəlik hal kimi qəbul etdiyimiz nümunələrdir. At my uncle's, at the baker's, at the chemist's tipli nümunələr apostrofesdən sonra isim gəlməsə də yəlik hal kimi qəbul edilən nümunələrdir və 16-cı sualın cavabı məhz D variantı olur. Növbəti 17-ci sualla davam edirik. Burada diqqət edirsinizsə nöqtələrdən sonra collect sözü gəlib, cəmdədir. Variantda cəm isimlə işlənməyən A variantındakı a little və B variantındakı much var. Hansı ki bu iki
nümunə sayılmayan isimlərlə işlənir. C, D və Y variantları qalır. Əslində burada bəsit bir məntiq işlətsəz, C variantındakı many çox deməkdir. D variantındakı a lot of da çox deməkdir. Amma Y variantındakı few az deməkdir. 2 çox 1 az cavabımızdan cavabı tapa bilərsiniz əslində. Amma gəlin yenə də tərcümə ilə işimizi dəqiqləşdirək. He rarely keeps his promises. Deyir, o çox nadir hallarda öz sözünü tutur. That's why buna görə də few colleagues trust him. Çox az kolleqası, yəni iş yoldaşı ona inanır. Çox az cavab few olacaq burada. Sözünü tutmadığı üçün, bax buradakı bir rarely sözü də açar sözlərdən biridir. Yəni nadirən, nadir hallarda sözünü tutur. Yəni bir növ sözünü tutmur. Tutmadığı üçün də few az adam ona inanır və cavab 17-ci sualda məhz Y variantı olur. Sual 18. Passive voice, məchul növ testi çıxır qarşımıza. Məchul növdə bilirsiniz ki, biz cümləyə məlum növdəki cümlənin tamamlığı ilə başlamalıyıq. Yəni burada cümlədə manager mübtədadır, ask xəbərdir və them tamamlıqdır. Deməli biz aşağıdakı variantdakı cümləyə them nümunəsinin mübtəda halı ilə başlamalıyıq, yəni Z ilə başlamalıyıq. Ona görə dostlar, məhz biz burada A variantını, daha sonra C variantını və Y variantını silməliyik. Əlimizdə B və D variantları qalır və məchul növün də düsturu to be üstəgəl verb 3 olduğuna görə ardıca da diqqət edirsiniz were asked, məhz yuxarıdakı nümunəmizdə keçmiş zamanda olduğuna görə biz were asked'dan istifadə edirik. 18-ci sualda doğru cavab B variantı olur. Sual 19. Pronoun sualı çıxır qarşımıza. İlk olaraq diqqət eləsək, birinci nümunədə nöqtələrdən sonra of gəlib. İlk olaraq elə bu səbəbdən elə D variantındakı every'ni silirik, çünki every'dən sonra of işlənmir. İkinci tərəfdə isə nöqtələrdən sonra detail sözü diqqət edirsinizsə təkdədir. Və təkdə olduğuna görə biz Y variantındakı both variantında silirik, çünki both özündən sonra cəm isim tələb edən nümunələrdən biridir. Buradan sonrası artıq tərcüməyə qalacaq və diqqət eləsəz, tərcümə ilə çıxan nümunənin cavabı belədir. I remembered most of her advice. Deyir, mən onun məsləhətlərinin əksəriyyətini xatırlayıram, most of. But not every detail. Lakin hər detalını yox. Doğru cavab C variantı olur. A və B variantları tərcümə olaraq uyğun gəlməyən cavablardır. Məsələn, A variantına deyir ki, bütün məsləhətlərini xatırlayıram. Həm də orada not var deyə, əslində bunu da qrammatik olaraq silə bilərik. Çünki notla neither işlənməyəcək, heç məna da uyğun gəlmir. Bir cümlədə iki inkarda işlədə bilmərik. Və B variantında isə deyir ki, mən onun məsləhətlərinin heç birini xatırlamıram. None of her advice. Davamında da qeyd olunur ki, not every detail. Hər detalını yox. Yəni, onsuz da hamısını xatırlamırdım. Yəni, bat bizə əks fikirlər verməlidir. Burada isə əks fikir çıxmır ortaya və B variantı da məhz tərcümə olaraq səhvdir. Gəldik sual 20-yə. Sual 20 disjunctive question, yəni ayrıcı sual testidir. Və dostlar, burada mən sizə bir məsələni vurğulamaq istəyirəm ki, şagirdlərin xətalarından biri budur ki, had, have, has, had nümunələrini cavabda görən kimi variantda da məhz have, has, had ilə cavablar axtarırlar. Bu testdə bunu işləyəcəksiniz və burada cavab məhz have, has, had ilə çıxacaq. Amma bizim növbəti sınaqların birində mən hazırlamışam və orada da bu məsələni təkrar bir də vurğulayacağam. Have, has, had ilə gördüyünüz cümlələrin cavabları hər zaman have, has, had ilə olmur. Bunun iki şərti var. Mən hal-hazırda indi sizin üçün bu şərti burada qeyd edəcəm. Deməli dostlar, burada iki şərt var. Əgər have, has, had feillərindən sonra verb 3 və ya got gələrsə, yəni feilin hər hansısa ixtiyari bir feilin üçüncü forması gələrsə, ki bu halda present perfect yaranır, past perfect yaranır və yaxud da got gələrsə, bildiyimiz have got, has got quruluşundan gedir söhbət. Bu halda cavabda məhz have, has, had-in özündən istifadə edəcəksiniz. Yox, əgər have, has, had-dən sonra isim gələrsə, bu have breakfast tipli nümunələr eşitmişsiniz yəqin ki, və yaxud da to-lu feil gələrsə, bu da have to, has to, had to modal feilidir da. Bu halda isə dostlar, have-in əvəzinə do-dan, has-in əvəzinə does-dan, had-in əvəzinə də did-dən istifadə eləməlisiniz. Gəlin bugün sizə bu nümunədə verb 3 və ya got-la bağlı testi göstərim. Növbəti sınaqlarımızın birində də məhz isim və ya to-lu feili çıxardacağım qarşınıza. Təkrar bu mövzuya bir də toxunacağıq. Bu sınaq üçdəki bu hissəni yadınızda saxlayın. Diqqət edirsinizsə, the decision had never been. Baxın, had-dən sonra been gəlibdir. Been
to be feilinin verb 3 formasıdır. To be verb 1'dir, was verb 2'dir, been də verb 3'dür. Və verb 3 gəldiyinə görə bəli, biz cavabda eləməz had'in özündən istifadə edirik. Və birinci tərəfdə bir dənə də diqqət edirsə, uşaqlar never var. Never də inkardır deyə, disjunctive-də bilirsiniz də, birinci tərəf təsdiq olursa, ikinci tərəf inkar olur. Birinci tərəf inkar olursa, ikinci tərəf təsdiq olur. Və burada birinci tərəf never'ya görə inkardadır, ona görə ikinci tərəfi təsdiqdə yazmalıyıq və doğru cavabımız 20-ci sualda A variantı olur. Gəlirik 21-ci suala. Bu definition testidir. Burada confident özünə inanan, əmin, arxain deməkdir. Və buna uyğun cavab B variantıdır. Diqqət edirsə, sure about yourself. 1 B olacaq. 2-də silent, sakit, səssiz deməkdir. Buna uyğun gələn C variantıdır. Diqqət edirsə, without sound 2C olacaq. Və 3-də də exhausting, yorğun deməkdir. Buna da uyğun A variantındakı very tiring nümunəsidir ki, 3-də A variantı uyğun gələcək. Və ardıcıllıq B, C, A şəklindədir. Doğru cavabımız məhz burada D variantı olacaq. Və sonuncu qrammatik sualımız 22-ci sualdır. Bu sual topluya əslində keçən il əlavə olunan nümunələrdən biridir. Və burada da bizim bir quruluş strukturumuz var ki, ona riayət eləsəz, testin cavabını daha rahatlıqla tapa bilərsiniz. Deməli dostlar, düstur belədir. Baxın, bir to be gəlir. To be-dən sonra bir sifət işlənir. Və o sifətin ardıca isə biz to hissəcikli feildən istifadə eləməliyik. İndi sizə verilən şərtdəki nümunəyə diqqət eləsəz, yuxarıda bir is var, bu to be-dir. Ardıca difficult gəlib, bu sifətdir. Və biz aşağıda da diqqət edirsə testin şərtində də qeyd olunur ki, form of the verb, feilin düzgün formasını yazmalıyıq. Və to be üstə gəl sifət varsa, davamında da çatışmayan hissə məhz to hissəcikli feildir. Və bu səbəbdən də doğru cavabımız məhz A variantıdır. Davam edirik mətn sualları ilə. Mətnimiz yuxu və onun əhəmiyyəti haqqında bir mətn idi. Və ilk sual, 23-cü sual, what is the passage mainly about? Mətn nə haqqındadır? Burada doğru cavabımız məhz elə ilk cavabımız olan A variantımızdır ki, the role and benefits of sleep, yəni yuxunun rolu və faydaları. Mətndə də bu barədə ətraflı məlumat alırdınız. B variantında daily routines of students, tələbələrin günləri, rutinləri, yəni bir növ alışqanlıqları belə deyək. C variantında causes of stress, stressin bir növ səbəbləri. D variantı modern technology problems, müasir texnologiya problemləri və Y variantı physical exercise habits, fiziki idman vərdişləri belə deyək. Bunlar yanlış cavablardır. Mətn yuxu haqqında idi və cavab A variantıdır. 24-cü sualda which statement is true? Hansı cavab doğrudur? A variantında sleep only affects physical health. Yuxu ancaq fiziki sağlamlığa təsir edir. Ki bu yanlış cavabdır. Başqa təsirlər də var. Mətndə də bunu görürük və only sözü də yenə bizim ipucularımızdan biridir burada. B variantı lack of sleep improves memory. Lack çatışmazlıq deməkdir. Yuxu çatışmazlığı yaddaşı gücləndirir. Əlbəttə ki, absurd cavabdır. Burada lack sözünün mənasını bilmək vacib idi mənanı anlamaq üçün. A da səhv idi, B də səhvdir. Daha sonra C variantında good sleep supports learning. Yaxşı yuxu öyrənməni bir növ dəstəkləyir, gücləndirir anlamında. 24-də məhz burada C variantı düzgün cavabımızdır. D variantında only students need enough sleep. Yalnız tələbələrin yaxşı yuxuya ehtiyacı var, kifayət qədər yuxuya ehtiyacı var. Bu da əlbəttə ki, səhv cavabdır. Və Y variantı technology has no effect on sleep. Texnologiyanın yuxu üzərində heç bir təsiri yoxdur. Bu da əlbəttə ki, səhv cavablarımızdan biridir. Gəldik 25-ci suala, yenə correct answer. Burada bir sual verilib bizə, düzgün cavab yazmalıyıq həmin suala. What does our brain do while sleeping? Yatarkən beynimiz nə edir? Dostlar, diqqət edirsinizsə bu sualın cavabı yuxarıda bizə şərtdə verilibdir. Birinci abzasda bizə verilibdir və during the sleep hissəsi də var. Və 25-ci sualın doğru cavabı burada B variantıdır. It organizes daily information. Gündəlik informasiyanı bir növ yerbəyer eləyir də, loro dildə desək. Və doğru cavabımız B variantı olur. Digər cavabları əslində oxusaydınız da daha rahat şəkildə variantları ələyə bilərdiniz.
Və məsələn, A variantına diqqət eləsəz, burada it reduces screen time, ekran vaxtını azaldır yazıb. Yəni bunun ümumiyyətlə əlaqəsiz bir cavab kimi qəbul edə bilərdiniz deyə düşünürəm. C variantında it diminishes physical strength, fiziki gücü azaldır. Amma niyə azaltsın ki? Yuxu əksinə artırmalıdır bunu. D variantında it replaces studying, öyrənməni əvəz edir. Bu da absurd bir cavabdır. Və Y variantında da it prevents stress completely. Stresi tamamilə qarşısını alır. Yox, yəni belə deyək də, stres sadəcə yuxudan da asılı olan bir səbəb deyil. Əlbəttə ki, tamamilə qarşısını almır, azalda bilər. Amma oradakı completely sözü variantımızı yanlış edir. Və sonuncu qapalı sualımız 26-cı sualdır. Which of the following is mentioned as a reason people sleep less today? Aşağıda qeyd olunanların hansı az yatmağın bir növ nəticələri, səbəbləri kimi qeyd oluna bilər? Burada doğru cavabımız 26-cı sualda C variantıdır ki, iş, stres və cihazlar. Yəni söhbət digital devices deyəndə texnoloji cihazlardan gedir söhbət. Bunlar səbəbdir az yatmağa. A variantında poor eating habits, yəni zəif yemə vərdişi. B variantında heavy physical exercises, ağır fiziki fəaliyyətlər. D variantında lack of medical support, yəni tibbi dəstəyin çatışmazlığı və Y variantı long school hours, uzun məktəb saatları. Bunlar mətndə bizə verilən səbəblər deyildilər. Doğru cavab məhz C variantıdır ki, iş, stres və texnoloji bir növ cihazlar az yatmağımızın məhz səbəbləridir. Bunu biz üçüncü abzasın daha doğrusu ilk cümləsində görə bilərik. Diqqət edirsə burada work, technology or stress yazılıbdır və 26-cı sualın C variantı da məhz bunu göstərir. Gəlirik 27-ci suala dostlar. Burada yenə ipucularımızı qeyd eləyək. Sözümüz fulfilldir. Açar sözümüz close meaning, yaxın mənalıdır. Məhz fulfill sözünün yaxın mənalı bir nümunəsini tapmalıyıq. Fulfill yerinə yetirmək, həyata keçirməkdir. Və cavabımız da məhz paragraf 2, ikinci abzasdan olacaq. Burada doğru cavab uşaqlar perform sözüdür. Perform da yerinə yetirmək mənasındadır, həyata keçirmək mənasındadır və fulfill də bir-biri ilə sinonimdirlər, yəni close meaning, yaxın mənalı sözlərdir. Sual 28. Paragraf 2-də, ikinci abzasda verilən definitiona uyğun bir söz tapmalıyıq. Burada the ability to store and recall information. Birincisi Z ilə başlamışıq, article ilə başlamışıqsa bu bizdən isim tələb edir. Yəni biz ikinci abzas üzərindən isimlərdən birinə yönəlməliyik. Və burada da the ability to store, yəni store özü elə bir növ yaddaşda saxlamaqdır, qeyd eləmək, saxlamaq mənasındadır. İnformasiyanı saxlamaq və ona yenidən bir növ müraciət eləmək. Və bu sözümüz də dostlar memory sözüdür, yaddaş sözüdür memory. Və 28-ci sualımızın da cavabı məhz bu söz oldu. Gəldik dostlar son olaraq 29-cu suala. 29-cu sualda burada experts recommend keeping a regular sleep schedule and. Bax bu cümlə diqqət edirsə mətnin son abzasında verilən bu hissədə olan bir cümlədir. Və sizin üçün daha yaxşı işarə eləyim həmin hissəni. Bu hissədə olan cümlədir. Və bu cümlənin davamındakı hissəni mən sizə deyəcəm. Oradan and-dən sonraki hissədə creating a calm sleeping area. Biz o hissədən iki sözü, burada 4 söz var ümumilikdə mətndə. O 4 sözün ən azı ikisini dəyişib cümləni sinonimlə tamamlamalıyıq. Məsələn, create sözünün yerinə uşaqlar make yaza bilərik, establish yaza bilərik, design yaza bilərik, set yaza bilərik, build yaza bilərik. Bu sözlər buradakı nümunələrin hamısını bizim üçün eyni mənada ifadə edəcək. Daha sonra calm, sakit deməkdir. Calm əvəzinə peaceful, quiet, relaxing, restful sözlərindən istifadə edə bilərik. Və son olaraq da area sözü əvəzinə territory, zone, place sözlərindən istifadə edə bilərik. Hətta sleeping sözünün özünün də yerinə biz resting sözündən yenə də istifadə edə bilərik. Amma yəni rest sözünü calm sözünün əvəzinə restful, sleeping sözünün əvəzinə isə resting şəklində istifadə etməniz tövsiyə olunur və birini istifadə etdiyiniz halda digərinə də təbii ki, istifadə etmirsiniz. Və sonuncu, 30-cu sual, do you sleep enough daily? Gündəlik olaraq kifayət qədər yatırsınızmı? Bu suala siz minimal 3 cümlə ilə cavab yazmalısınız.
Cavabları burada yenə də şəxsi olacaq deyə mən bura bir nümunə qeyd etmirəm. Qrupda bu barədə paylaşım etmişəm. Əlbəttə, amma bu mənim cavabımdır. Sizin cavablarınız müxtəlif ola bilər. Hər biriniz cavablarınızı rəy bölməsində və ya qrupda mənə göndərsəz, sizə bu barədə fikir bildirəcəm açıq-aydın. Doğru olduğu halda bildirirəm, onsuz da yanlış olduğu halda da nələrə diqqət eləməlisiniz və nələri yanlış yazmısınız, buna da toxunuram. Burada sizə sadəcə bir dənə xəbərdarlığım olsun ki, bu suallara cavab yazarkən mətndəki fikirlərdən, sözlərdən, cümlələrdən ümumiyyətlə istifadə etməyin. Bu artıq sizin cavabınızı tam olaraq sizin cavabınız etmir. Çalışın tamamilə şəxsi cümlələrdən, fikirlərdən və özünüzə aid olan nümunələrdən istifadə edəsiniz. Sağ olun dostlar, növbəti sınaqlarda görüşərik. Nəsə sualınız olsa rəy bölməsində qeyd edə bilərsiniz. Hamınıza uğurlar olsun.